Yeni videoya xoş gəlmisiniz. Bu, yəqin ki, YouTube üzərindən mənim paylaşdığım ən uzun, ən maraqlı video ola bilər bu ana qədər. Deməli, çoxunuzun ağlına Allah bilir nələr gəlib ki, Azadə deyir ki, sizə bir sürprizim var, yeni video gələcək, hamısını orada açıqlayacağım və s. Amma no, ağlınıza gələn şeylərin heç biri deyil. Çünki biz köçürük. Çox həyəcanlıyam, dəhşət həyəcanlıyam. Yeni evə köçmək, bu hissi həqiqətən yaşayanlar bilər. Bu ızdırabı da yaşayanlar bilər. Çünki az əşyamız olmağına rəğmən çox iş var. Amma inşallah ki, həll eləyəcəyik. Arada deyirəm ki, keşke Bakıda olsaydım, hamı mənə kömək eləyərdi. Amma eyb yox. Hələ ki, heç bir spoiler, heç nə verməmişəm Instagram üzərindən sizə. Çünki 2-3 gün ərzində inşallah yeni evdən sizi salamlayacağım. Və bunu əsla Instagram üzərindən paylaşmağı düşünmürəm. Yəni YouTube vlogu hazır olsun, oturum editləyim falan, sonunda sizlə paylaşacağım. Yes, indi nə edirik? Yenə bavul götürdüm. Və burada olan kitablarımızdan falan yerləşdirəcəm. Tay şəkli. Tay şəklimiz. Hə. Bunu qoyum kitabın arasına. Və evdə olan bəzi kitablarımı indi buraya yerləşdirməyi düşünürəm. Və üzərində paltarlar falan. Yeni ev, yeni videolar, yeni vloglar, oh my god. Mən sual-cavab videosunu ona görə saxlamışdım ki, keçək qutaraq həmin evdə çəkərəm. Buraya yerləşdirdim bəzi şeylərimi. Məncə okeydir. Əlavə, burada kitablarım varmış. Əlavə bir-iki kitab da var, bunları da qoyuyorum. Bunun sevgisi. Hazır. Nə əlaqə deyə bilərsiniz, amma məncə hər Azərbaycanlının evində banka var. Bankalarını götürəcəm. Amma bunları harayalım bilmirəm. Yəni qırılma ehtimalları biraz yüksəkdir. Ona görə bunu bavula yox, başqa yerə qoyaram. Mən şeyini tapmışam ya bunu. Bagını. Belə bilirsən, şeylərə də. Tez açılır. Ama ben baxaram. Necə burasına, bu çıxan yerine. Sizə evin halını göstərmək istəyirəm. Hələ bu az bir hissəsidir. İndi keçirəm digər otağa. Yəni buranı görməli deyilsiniz. 3 dənə, bir yerdə bir dənə. Orada da bilməm nə qədər şeylər var. Ev çox dağınıq haldadır. Amma toparlayacağız. Bəzi əşyalarımız var ki, onlar skladdadır. Onları götürürük və getirik. Dondu. Gidip onları getirir ve kalkaq onları da ufak eləyək. Все, girək. Aralı saxlatan Okay. Bura bizim binanın skladıdır. Gerek. Ne kadar leşimiz var burada. Oh my god. Belki az veşimiz var imiş kimi düşünürdüm. Bu sırada bizim veşlerin yarısı da evdədir. Bəzi şeyləri yığdıq. İndi bunlar gedir aşağı maşına. Dəhşət. İndi bir maşına yerləşdirəcəyik və
Demək olar ki, işimizin yarısından çoxusu bitdi. The next day. İkinci gündən hamıya salam. Deməli, bugün gedirik dünən yığdığımız əşyaların yarısını qoyacağıq evə və evdə qalan bəzi yığılmamış əşyalar da var. Onları da bu 2 gün ərzində qəşəng yığacağıq, sonra da aparacağıq. Umuram değilim ve yaltak ölen Semram Amerikan'ı Trump'a göre Muhalefet değilim de itiraz edemem Grant'a göre Tek başına Çatmene aşık emen yaşıma Görmeden göğdediler İstediğim her şeye sahip olacağım Değişirim ama meşhuram ama İşlemirem hiç yerde meşgulum ben Nice soni manta Gelin danışak Benim maşına kadar ve deli talışak Özünmeden yad oldukça Benim içinde yavaş yavaş yaklaşırsan soyukluğun buz olanda yanağımda nefesinle başkasını hissetmişsen sensizlikle yaşadıkça uzakımda yürümedim seninle aramışam ben gördüğüm anı hiç unutmaram sanki o gün doğulmuşam ben sana giderik yürümeden seninle aramışam ben gördüğüm anı hiç unutmaram kalbimde derbe bilir sanki o gün doğulmuşam. Özüm okuduğum mahnı qulaq asırıq yolda çünki niye de yok. Mahnını koşanda anar elə bildi ki röyadır. Sonra benim sesimi eşitdik güldü. Bilmedim neye güldü ama. Bence ben okulum daha geçeydi ha. Düzündü. Geldik. Hoppa. Gidelim. Okay. İşlerimizi koyduk. Gelirim. 24 hours later. Biz artık yeni evimizdeyik. Çok heyecanlıyım. Eşyalarımızın bəzilərini gətiririk indi maşından evə. Çox da bir şey çəkmək istəmirəm çünki ümumi bir ən sonda qəşəng ev vloqunu çəkəcəm. Daha doğrusu vloqun içinə qoyacağım ümumi bütün çəkdiklərimi. Ona görə çox da çəkmirəm. Çox qaçıl dövrdən keçirik. Məncə bugün və sabahı atlatsaq hər şey rayına oturacaq. Ona görə səbirlə günü sonlandırmağı düşünürəm. Saçma başıma da fikir verməyin yəni. Dünən hörüb yatdığım saçda səhər oyanıb bunları açmağa belə vaxtım olmadı. Təsəvvür eləyin. Belə. Növbəti günlərdə görüşərik. Hello. Axır ki evimiz hazırdır və bugün artıq sizə göstərmək istəyirəm buraları. Çox qəşəngdir, hər şey çox əladır, çox ürəyimcədir. İndi sizə göstərəcəm. Hazırsınızsa gedək. Bir də sizə bu şəkli göstərim. Bunu görürsünüz də. Sonra da bu şəkli. Sonra da evimi. Tadam. Bura mənim gözəl stüdyo otağımdır. Buralar artıq demək olar ki yerləşdirmişik hər bir şeyi. Burada biz varıq. Sizə indi balkonu göstərəcəm. Və mənzərəmizi düzdür. Məncə yayda daha gözəl olacaq. Çünki bu qarşıdan gördüyünüz hissə çaydır. Amma görünmür çünki donub. Belə, mənzərəmiz belədir. Bu süreç həqiqətən bizim üçün çox çətin oldu. Çünki ikimiz tək idik və demək olar ki bütün şeyləri birlikdə etdik.
Düzdür, dostlarımız sağ olsunlar, köçmə ərəfəsində bizə biraz kömək elədilər. Amma yenə də, yəni bu təkcə fiziki olaraq yox. Yəni düşünmək belə, nələrsə necə eləyim, onu belə eləyim, bunu belə eləyim, bu lazımdır, o lazımdır. Belə şeylər etmək belə insanı həqiqətən çox yorulmuş. İndi başa düşdüm həqiqətən də köçən insanlar nələr çəkirlər. Bu arada bizim keçmiş evimizdə heç o qədər əşyamız falan yox idi. Yəni deyim ki, bizim çox əşyamız olubdu. Ona görə çox əziyyət çəkdik köçəndə falan yox. Biz maksimum dərəcədə az şey alırdıq. Əvvəlki evimizdəki köçəndə bizə rahat olsun, növbəti evimizdə alarıq falan. Yaxşı ki də azalmış həqiqətən. Yaxşı ki də Anarı dinləmişəm orada. Əla. İş falan görəndə rahat sizlə danışa biləcəm artıq. Bütün işlərimi telefonu bura qoyaraq görə bilərəm. Və yaxud da rız falan çəkəndə, qəşəng yemək rızları falan. Hamısı bu gözəl mətbəximdən gələcək inşallah. Belə. Sizə demək istədiyimiz xəbər buydu, evlə bağlı idi və axır ki çox belə sevincli bir şəkildə yeni evə köçməyimizin şərəfinə qəşəng bir vlog gəldi uzun aradan sonra və məncə kanalımdakı ən belə hələ ki ən qəşəng videolardan biri budur. Ən həyəcanlı, ən içdən çəkdiyim, ən belə spontane olan videolarımdan biri budur. Çünki həqiqətən də həm bu yorğunçuluqla, həm YouTube-a vlog çəkmək, həm o qədər işi görmək falan məni biraz gərirdi açıqcası ki, birdən elə bilmərəm, çatdıra bilmərəm. Sonra yadıma düşür ki, yo, mən söz vermişəm. Hamıya demişəm ki, gözəl xəbərim olacaq, gözəl YouTube vlogum olacaq. Ona görə onun sayəsində ayağa qalxdım və dedim ki, bugün artıq vlogun son hissəsini çəkirəm. Bitir və editləyib paylaşacağım ən qısa müddətdə. Belə dayanmağı da çox sevdim. Buranın LED işıqları mənə qəşəng göstərir. Kim ki deyir ki, ay bu vision board boş şeydir, nə bilim nə. Bunu görürsünüz. Və bunu qətiyyən inanmırsınız. Çünki boş şey deyil həqiqətən də. Əgər istəyərək, inanaraq bir şey arzulursunuzsa, əgər ürəkdən istəyirsinizsə və həmin şeyin olması üçün bir addımı atırsınızsa, 100% ki o reallaşacaq. Sadəcə olaraq vizual olaraq bunları gözümüzün qarşısında tutmaq bizi həm mutluluq hormonlarımızı oyadır, həm içimizdəki istəyi oyadır. Bəzən belə sıxılıb, bəzən belə yox, mən deyəsən bacara bilməyəcəm ya da ki, mənim deyəsən falan şeyim heç vaxt olmayacaq dediyimiz anlarda bunu gördükdə içimizdən bir kıpırtı keçirsə, adi bir cüzi bir şey, o belə bizim üçün böyle bir enerjidir və həmin anda onunla bağlı durub hərəkətə keçmək istəyi yaranır insanda. Ona görə də mütləq hamınız hazırlayın. Hələ yanvarı təzə bitirmişik. Artıq mənim vision boardumda 2 dənə istədiyim şey olubdu. Üçüncüyə də yəqin ki az qalıb. Digər şeylər də ki, inşallah ki vaxtı ilə hamısı xeyirlisi ilə olacaq. Çox xoşbəxtəm və çox huzurluyam, maşallah olsun. Və bunları sizinlə paylaşdığıma görə də ekstra bir xoşbəxtəm. Həqiqətən heç vaxt düşünməzdim ki, mən də nə vaxtsa YouTube çəkərəm, mən xarici köçərəm. Çox maraqlı. İnşallah ki, hər kəsin ürəyindəki arzusu, bütün xəyalları ən xeyirlisi ilə, ən gözəl anda gerçəkləşsin. Və gəldik digər otağa. Deməli, burasının yataq otağıdır və buranın da çox qəşəng bir balkonu var. Mən buranı sırf yay üçün düşünürəm ki, çox qəşəng stullarla falan bir çay köşəsi eləyirəm. Burada indi sizə küçük bir bu otağı da turlayacağım. Bura bizim çalışma masamız olacaq. Burada mən və boylu boyuna çox gözəl outfit çəkilər çəkə biləcəyim bir şkaf. Möhtəşəm. Yəni artıq buradan videolar daha çox olacaq. Gözləmədə qalın. Bu işığı çox bəyənirəm. Bu arada bu evin işığına bayılmışam. Çox qəşəngdir, çox ürəyimcədir. Bu pərdənin ardındandır. Bu isə pərdənin arxasından çölün işığı falan bayağı qəşəngdir. Evdə işıqlı görünür maksimum.
Artıq videonu burada sonlandırmaq qərarına gəldim. Çox da uzun olmasın, yormayım sizi. İnşallah ki, sağlıqlı, huzurlu, həqiqətən bol gülüşlü, bol sevgili, huzurlu, gözəl bir ev olar bizim üçün, düşərli olar. İzlədiyiniz üçün çox sağ olun. İnidən gözəl diləkləriniz üçün də çox sağ olun. Yaxşı ki varsınız. Allah bütün ürəyinizdəki niyyətlərə sizi ən xeyirlisi ilə və ən qısa müddətdə çatdırsın. Öpürəm sizi. Bye.